Bugündən Bolt taksi şirkətinin gediş haqqını 10% bahalaşdırdığı bildirilir. Bu barədə Bolt taksi şirkətinin sürücüləri məlumat veriblər. Bildiriblər ki, 2 gündür şirkətdən onlara gediş haqqında 10% artımın olacağı barədə bildiriş xarakterli SMS gəlib. Məlumata görə bugündən isə qiymət artımı tətbiq edilib. Məsələ ilə bağlı Boltdan News24 AZA bildirilib ki, platforma üzərindən göstərilən taksi xidmətlərində gediş haqqı bir sıra amillər əsasında formalaşır. Bu amillərə yol hərəkətinin sıxlığı, sifarişi olan tələbat və mövcud avtomobillərin sayı, marşrutun məsafəsi, yanacaq xərclərinin artması, eləcə də tənzimləyici mühitdə baş verən dəyişikliklər daxildir. Hazırda tətbiq olunan qiymət yenilənməsi ümumilikdə 10%-ə qədər təşkil edir və regiondan asılı olaraq 5-10% arasında dəyişə bilər. Bu dəyişikliklər bütün şəhərlərə şamil edilmir və yalnız müvafiq şəhərlərdə fəaliyyət göstərən sürücülər bu barədə tətbiq daxilində bildirişlər alıblar. Qiymət dəyişiklikləri mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir deyə məlumatda bildirilib.